Növbəti çox qorxuducu suallardan birinin izahına baxaq. Əslində göründüyü kimi çətin deyil. Qeyd edim ki, bu cür sualların izahını YouTube kanalımızdan izləyə bilərsiniz. Deməli deyək ki, bu cəmin 45-ə bölməsindən alınan qalığı tapın. Uşaqlar, cəmin 45-ə bölməsindən alınan qalığı tapmaq üçün hər bir toplanana ayrı-ayrı araşdırmaq lazımdır. 45-ə bölünməni araşdırıqsa, 45-in öz vuruqlarına baxsaq, 45 3 vur 3 vur 5 deməkdir. Yəni hər hansı bir ədədin içində bu vuruqlar varsa, o 45-ə qalıqsız bölünür. Yox, vuruqlardan hər hansı biri yoxdursa, deməli o 45-ə bölünməyəcək və qalıq qalacaq. Biz indi bir-bir araşdıraq. 1 faktorial. 1 faktorial ilə 1 deməkdir. 45-ə bölsək qalıq 1 qalar. 2 faktorial 1 vur 2 deməkdir. Burada elə 2 eləyir. 3 faktorial 1 vur 2 vur 3 deməkdir. Bu da bölünməyəcək, elə qalıq 6 qalacaq. 4 faktorial 1 vur 2 vur 3 vur 4 deməkdir. Bu da bölünməyəcək. 24 qalıq qalacaq. Daha sonra 5 faktorial yoxlayırıq. 5 faktorialda 1 vur 2 vur 3 vur 4 vur 5'dir. Bu da 120 eləyir. Bu da bölünməyəcək. Çünki 3-5 vurğu var, amma bizdə 2 dənə 3 olmalıydı. 1 dənə 5. Amma burada 1-3 1-5 var. Amma növbəti 6 faktorial yoxlasaq uşaqlar. 6 faktorial 1 vur 2 vur 3 vur 4 vur 5 vur 6. 6'nın əvəzinə 2 vur 3 yazıram. İndi görürsünüz 6 faktorialın içində 3 və 5 bu vuruqlar var. Deməli 6 faktorial 45'ə qalıqsız bölünür. Bundan sonra növbəti 7 faktorial yoxlayacaq. 7 faktorial özü də 6 faktorial vur 7 deməkdir axı. Yəni 6 faktorial var onun içində, deməli o da 45'ə qalıqsız bölünür. Yəni 6 faktorialdan sonraki gələn bütün ədədlər artıq 45'ə qalıqsız bölünəcək. Qalıq yalnız ilk bax bu 5 dənə ədəddə var. Burada da ümumi qalıq tapmaq üçün bu sondakı cavabları toplasaq, deməli 153 eləyər. Onda onu da 45'ə bölürük. Natamam qismət 3 dəfə, qalıq isə 18 qalar. Deməli bu cəmin, bütün bu cəmin 45'ə bölməsindən alınan qalıq 18'ə bərabər imiş.